X oxunun əksinə hərəkət edən cismə təsir edən qüvvələrin işləri üçün uyğunluğu müəyyən edin. Birinci halda müsbət iş görür, A böyük 0. İkinci halda mənfi iş görür, A kiçik 0. Üçüncü halda iş görmür, A bərabərdir 0-a. İşin düsturunu yazaq. A bərabərdir Fs kosinus alfa. S bərabər Vt olduğundan burada alfa qüvvə ilə sürət arasındakı bucaqdır. Kosinus alfa trigonometrik funksiya olaraq iti bucaqda müsbət qiymət, kör bucaqda mənfi qiymət alır. Sürətlə F3-ün yaratdığı bucaq iti bucaq olacaq. Ona görə gördüyü iş müsbətdir. Həmçinin F4 ilə sürət arasındakı bucaq 0 olduğundan, kosinus da 0-da müsbət bir qiymət aldığından onun da, yəni F4-ün də gördüyü iş müsbət olacaq. Yəni 1-ə aid olur F3-dən F4, C və D variantları. F2 ilə F1-in isə gördüyü iş mənfi olacaq. Çünki F2 ilə sürət arasındakı bucaq kör bucaqdır. Kosinus mənfi olacaq. Həmçinin F1 ilə sürət arasındakı bucaq 180 dərəcə olduğundan kosinus 180-də mənfi bir qiymət alacaq. Gördüyü iş mənfi olur. Yəni 2-yə aid oldu F1 və F2. A və B variantları. 3-ə isə aiddir Y variantı. Çünki F5-in sürətlə yaratdığı bucaq 90 dərəcə olduğundan kosinus da 90-da 0 qiymət alır. Yəni F5-in gördüyü iş 0 olacaq.